Bismillahirrahmanirrahim. Salam, hörmətli mömin qardaş və bacılarımız. Bugünkü mövzumuz Şaban ayının fəzilətləri və əməlləri mövzusundadır. Şaban ayı Hicri təqviminin 8-ci ayıdır. Rəcəb ayından sonra və Ramazan ayından əvvəl gəlir. Bu onu göstərir ki, Şaban ayı Ramazan ayına hazırlıq ayıdır. Rəcəb, Şaban və Ramazan ayı çox fəzilətli aylardan biridir. Hədislərdən belə məlum olur ki, Rəcəb ayı Allahın ayı, Şaban ayı Peyğəmbərin ayı, Ramazan ayı isə ümmətin ayı adlandırılmışdır. Şaban ayının fəziləti barədə bunu qeyd etmək yetər ki, bu ay Peyğəmbər ayı adlandırılmışdır. Üstəlik, Seyyid-ü-Şühəda İmam Hüseyn əleyhissalamın, Həzrət Əbəlfəzl Abbasın, İmam Zeynül Abidin əleyhissalamın və bəşəriyyətin xilaskarı İmam Zamanın mövludları bu aya təsadüf etdiyindən bu aya xüsusi gözəllik bəxş etmişdir. Hədislərin birində Peyğəmbərimiz salam olsun ona və onun əhl-i beytinə belə buyurmuşdu. Şaban ayının birinci günü olduqda Allah əmr edir ki, cənnətin qapıları açılsın. Tuba ağacına əmr edər ki, öz şaxələrini dünya cəmaatına yaxınlaşdırsın və Allah tərəfindən olan bir carçı car çəkər ki, Tuba ağacının şaxələri sizin əlinizin altındadır. Onlardan tutun ki, sizi cənnətə tərəf aparar. Zəqqum ağacının şaxələrindən uzaq durun və onlardan tutmayın ki, sizi cəhənnəmə tərəf sürükləyər. Bu hədis xoşbəxtlik və bədbəxtlik yollarını bir mənəvi misal şəklində bəyan edir. Bir sözlə Şaban ayının fəzilətləri barədə bunu deyə bilərik ki, Şaban ayı möminlər üçün təmizlənmə, bağışlanma və Ramazan ayına hazırlanma ayıdır. İndi də Şaban ayının əməlləri barədə danışaq. Şaban ayının əməlləri iki qismə bölünür. Şaban ayının müştərək əməlləri və Şaban ayının gecə və gündüzlərinə məxsus əməllər. Şaban ayının müştərək əməlləri bunlardır: oruç tutmaq, istiğfar etmək, sədəqə vermək, Peyğəmbər və onun əhl-i beytinə salavat göndərmək, salavat demək, yəni Şaban ayının hər cümə axşamı 2 rükətli bir namaz var, onu qılmaq və Şabaniyyə münacatını oxumaqdır. Bu ayda oruç tutmaq barəsində saysız hədislər vardır ki, bunlardan birini indi qeyd etmək istərdim. Peyğəmbərimiz salam olsun ona və onun əhl-i beytinə belə buyurub: Şaban mənim ayımdır. Hər kim mənim ayımın bir gününü oruç tutsa, mən qiyamətdə onun şəfaətçisi olaram. Hər kim mənim ayımın 2 gününü oruç tutsa, Allah onun keçmiş günahlarını bağışlayar. Hər kim bu ayın 3 gününü oruç tutsa, ona deyirlər ki, əməllərini əvvəldən başla. İstiğfar üçün bu ayın hər günü 70 dəfə Əstəğfirullahə və əs'əluhu təvbə. Təkrar edirəm. Əstəğfirullahə və əs'əluhu təvbə. Mənası odur ki, Allahdan bağışlanma diləyirəm və ondan tövbə istəyirəm. Hər gün 70 dəfə digər istiğfarı da demək olar. Əstəğfirullahəl-ləzi la ilahə illə huvər-rəhmanur-rəhim Əl-Hayyul-Qayyum və ətubu ileyh. Mənası da ondan ibarətdir ki, bağışlanma diləyirəm o Allahdan ki, Rəhman və Rəhimdir. Diri və daimidir. Mən ona tərəf qayıdıram. Hədislərdən əldə olunur ki, bu ayda ən üstün zikr istiğfardır. Bu ayda sədəqə vermək və ehtiyaclılara kömək etməyin də böyük savabı vardır və bununla bağlı
İmam Sadiq əleyhissalam buyurmuşdur: Hər kim Şaban ayında sədəqə versə, siz dəvənin balasını böyütdüyünüz kimi Allah onun sədəqəsini böyüdər və qiyamətdə onun özünə verər. Bu sədəqə Uhud dağı boyda böyümüş olar. Başqa bir hədisdə İmam Rıza əleyhissalam buyurur ki, bu ayda sədəqə vermək cəhənnəm odundan nicat tapmağa səbəb olar. Bu ayda Peyğəmbər və onun əhl-i-beytinə salavat deməyin də böyük savabı vardır. Bunun da ən rahat versiyası Allahümmə salli alə Muhammedin və ali Muhammeddir. Ay boyu 1000 dəfə bu zikri deməyin də savabı vardır. Zikir belədir: La ilahə illallah və la na'budu illa iyyah muxlisinə lehuddin və ləv kərihəl müşrikun. Mənası da ondan ibarətdir ki, Allahdan qeyri ilah yoxdur və mən ondan qeyrisinə ibadət etmirəm. Dində xalisəm, müşriklərin xoşuna gəlməsə də. Peyğəmbərimiz salam olsun ona və onun əhl-i-beytinə belə buyurub: Hər kim bunu yerinə yetirsə, qiyamət günü qəbrindən üzü bədirlənmiş ay kimi nurlu halda xaric olar. Və biz söyləmişdik ki, Şaban ayının hər cümə axşamı günü 2 rükət namaz qılınmalıdır. Namazın qılınma qaydası hər rükətdə həmddən sonra 100 dəfə Təvhid surəsi oxunmalıdır və namazın salamını dedikdən sonra da 100 dəfə salavat deyilməlidir. Hədislərin birində Əmir el-Möminin əleyhissalam Həzrəti Rəsulullahın səlavatullahi və selamu aleyhin belə buyurduğunu nəql edir. Hər kim bu namazı qılsa, Allah onun din və dünya istəklərini həyata keçirər. Hər kim həmin günü oruç tutsa, Allah onun bədənini cəhənnəm oduna haram edər. Şabaniyyə minacatını siz Məfatihül Cinan kitabından oxuya bilərsiniz. Yeni nəşrdə onun adı səhv eləmirəmsə Yeni Məfatih kitabıdır. Oradan siz oxuya bilərsiniz. Yəni ki, şərt deyil ki, siz onu ərəb dilində oxuyasınız. Onu Azərbaycan dilində tərcüməsini oxuyub, onu anlayıb oxumağınız daha məqsədə uyğundur. Şaban ayının gecə və gündüzlərinə məxsusi əməllər Şaban ayının birinci gecəsi üçün bir neçə namaz qeyd olunub. O cümlədən Həzrəti Rəsulullahın salam olsun ona və onun əhl-i-beytinə onun hədisində böyük savablar vəd edilən aşağıdakı namaz qeyd olunub. 12 rükətdir. Namazın qılınma qaydası hər rükətdə həmddən sonra 15 dəfə Təvhid surəsi oxunur. Şaban ayının birinci gününü oruç tutmağının böyük savabı vardır. İmam Sadiq əleyhissalam buyurmuşdur ki, hər kim Şaban ayının birinci günü oruç tutsa, cənnət ona vacib olar. Seyyid İbn Tavus İqbal kitabında Həzrəti Rəsulullahın salam olsun ona və onun əhl-i-beytinə bu hədisini qeyd edir. Hər kim Şaban ayının ilk 3 gününü oruç tutsa və bu günün gecələrini ibadətlə keçirsə, həmçinin 2 rükət namaz qılsa, Allah göy və yer əhlinin şərini, iblisin və hər zalım hökmdarın şərini ondan uzaqlaşdırar, onun bir çox günahlarını bağışlayar. Şaban ayının 3-cü günü İmam Hüseyn əleyhissalamın mövludu günüdür. Həmən günü oruç tutmaq və ona salam göndərmək tövsiyə olunmuşdur. Bu ayın 13, 14 və 15-ci gecələri Ləyali-i Beyz, yəni aydın gecələr adlanır. Bu gecələrdə yerinə yetirilən bir sıra əməllər vardır ki,
Bunu videolarımızda, növbəti videomuzda ətraflı məlumatlandırarıq. Hələlik bu qədər. Dinlədiyinizə görə təşəkkür eləyirəm. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh.